Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün kükürt alınması və xassələri haqqında yeni test topusu üzrə danışacağıq. Başlayaq birinci sualdan. Hansı xassə kristalli kükürdə aid deyil? İlk öncə qeyd edim ki, siz bunu nəzəri hissə olaraq bilməlisiniz. Ondan sonra bu izaha baxmalısınız. Belə yoxsa başa düşməyə bilərsiniz. Birinci sualda kristalli kükürdə aid deyil. Asan əriməsi. Sən artıq bilməlisən ki, nəzəri oxumusansa, bilirsən ki, kükürt asan əriyən maddədir. Ona görə bu ifadə doğru ifadədir. B. Sarı rəngli maddədir. Bəli. İstiliyi zəif keçirir. Doğrudur. Amma yüksək elektrik cəryanı keçirir. Bu səhvdir uşaqlar. Elektrik keçirmir. 2. Kristalli kükürt üçün nə doğrudur? Gəlin baxaq. Yüksək elektrik cəryanı keçirməyə malikdir. Xeyr. Molekulyar quruluşdur. Bəli. Molekulyar quruluşdur. C variantı. Yüksək istilik keçirdir. Səhvdir. D. Çətin əriyəndir. Xeyr. Asan əriyəndir. Suda həll olur. Xeyr. Suda həll olmur. Karbon disulfitdə həll olur. Doğru cavab olacaq B variantı. Keçək indi üçüncü suala. Kristallik kükürt və ozon. Kristallik kükürt yazılır uşaqlar bu formada. S8, ozon isə yazılır O3. Bunların atom cəmi soruşursa eləyəcək 11. Doğru cavab olacaq C variantı. Kükürt hansı maddə ilə reaksiya daxil olmur? İndi baxaq. Dördüncü sual. Kükürt hansı maddə ilə reaksiya daxil olmur? Elə biz demişdik ki, A variantına baxaq. Yod. Kükürtlə yod halkinlər dərsində deyilmişdi ki, reaksiya daxil olmur. Yerdə qalan istənilən bir kalsiumdur. Kalsium sulfid alınır. Deməli, xlordan binar birləşmə, yəni S2 xlor 2 birləşməsi əmələ gətirir. Fosforla həmçinin P xlor 5, P xlor 3, alüminiumdur, civət. Bunların hamısı reaksiya daxil olur, amma yodla reaksiya daxil olmayacaq. 5. Tipdə məlhəmlərin hazırlanmasında istifadə olunan və elektrik cəryanı keçirməyən sarı rəngli, bax, sizə hamısını deyib, elektrik cəryanı keçirmir, sarı rənglidir və tibdə məlhəm. Uşaqlar yalnız saxlayın kükürtdən, yəni kükürtlü mazlar var, tibdə istifadə olunur. Elə doğru cavab olacağı variantı 6. Tibdə məlhəmlərin hazırlanması istifadə olunan və istilik pis keçirən sarı rəngli maddə yenə dedik kükürtdür, nəzər hissədir. 7. Gübrə istehsalında X istifadə olunur, amma Y kibrit istehsalında. Kibrit deyilsə sən avtomatik bilməlisən ki, kibritdə, yəni gündəlik məişətdə istifadə edirik də, hansı element iştirak edir? Kükürt. Deməli, Y-i nağda bilirsən ki, kükürtdür. Deməli, kükürt olmayan cavablara getdi, Y variantı qaldı. Ammonyakdan da, bəli, gübrə istehsalında istifadə olunur. Bu da ammonyak dərsində danışacağıq. 8. Gübrə istehsalı olsun, Y kibrit istehsalı olsun. Kibrit deyirsə sən avtomatik nə etməlisən? Deməli, kükürdü götürməlisən Y-də. A variantı natrium. Natriumdan gübrə istehsalında təbii ki, istifadə olunmaz. Bu metaldır. Sulfat turşusundan bəli, istifadə olunur. Doğru cavab olacaq B variantı. Keçək 9-cu suala. Hansı reaksiyalar adi şəraitdə gedir? Uşaqlar, yadınıza saxlayın ki, kükürt flordan, bir də civə ilə adi şərti reaksiya daxil olacaq. Doğru cavab nə olacaq? Yalnız flor burada. Yerdə qalan hamısı temperaturla reaksiya daxil olmuş olacaq. Məsələn, bu temperaturdan gedir. Dəmirdən temperaturdan gedir, amma bu adi şəraitdə gedir. Yalnız 2 C variantı 9-da. Keçək indi 10-cu suala. Hansı reaksiyalar getməz? Oksigenlə girəndə təbii ki, məşhur bir birləşmədir SO2. Burada alınır S-flor 6. Amma dedik ki, kükürtlə yod reaksiya daxil olmayacaq. Ona görə doğru cavab olur B variantı. 11. Hansı maddə kalçukun vulkanlaşdırmasında istifadə olunur? Təbii ki, kükürtdür. Bu da nəzəri hissədir uşaqlar. Burada izah etməli bir şey yoxdur. 12. Hansı maddədən kibrit istehsalında istifadə olunur? Məişətdə istifadə etdiyimiz ilə kibrit kükürtdən istifadə olunur. 13. Kükürdün sənayedə tətbiqinə aid etmək olmaz. Yəni baxaq, kibrit istehsalında bəli istifadə olunur. Kalçukun vulkanlaşmasında istifadə olunur, nəzəriyyədir. Sulfat turşusunun istehsalında bəli birinci SO2 alınır. SO2, SO3, SO3 su ilə reaksiya daxil olub sulfat turşusuna çevrilir. 4. D variantı karbon disulfidin sintezində bəli. Amma piritin alınmasında, xeyr uşaq, piritin alınmasında istifadə olunmur. Çünki pirit özü təbii birləşmədir. Yəni təbiətdə birləşmə şəklində rast gəlinir. Bunu yəni sənayedə almağa bir ehtiyacımız yoxdur. 14. Kükürt sənayedə tətbiqinə aid etmək olmaz. Kibrit istehsalı dedik ki, istifadə olunur. Kalçukun vulkanlaşması istifadə olunur. Sulfat turşusu dedik, karbon disulfid dedik, amma dəmir kolçidanı təbii birləşmədir uşaqlar.
Bunu almağa ehtiyac yoxdur. Öz zaten var onsuz. 15. Deməli 320 qram kükürtlə maksimum neçə litr flor reaksiyası daxil olacaq? Yəni birinci flor kükürt plus flor reaksiyasına aparaq. Burada alınır S flor 6. Sən oxusan bilirsən ki, burada 3 mol kükürt, düzdürmü? Görürsən ki, 32 qrama 3 mol, yəni 67,2 litr flor qazı sərf olunur. Bəs 320 qrama nə qədər sərf olunur? X. Kənar hədd 10 dəfə artıbsa, burada 10 dəfə artar. Neçə eləyəcək? 672. Doğru cavab olacaq A variantı. Keçək indi 16-cı sual. 16-cı sualda bunun əksini verib. Görürəm ki, 134,4 litr florla neçə qram kükürt birləşər. Sən görürsən ki, normalda 67,2 litr, yəni 3 mol 67,2 litrdə neçə qram kükürt birləşir? 32 qram, düzdürmü? Sənə verib 134,4 litr. Buna neçə qram birləşər? 2 dəfə artırdı, 64 qram. Doğru cavab olacaq B variantı. Keçək 17-ci suala. Deməli, 67,2 litr oksigen maksimum neçə qram kükürtlə reaksiyaya daxil olar? Gəlin baxaq. S plus O2 nə alınır burada? SO2. Mola mol. Görürsən ki, burada 22,4 litr oksigen reaksiyaya daxil olur. Neçə qram kükürtdən? 32 qram kükürtdən. İndi sənə verib 67,2 litr 3 dəfə artıb kənara, onda burada 3 dəfə artar. Neçə eləyəcək? 96 qram. Doğru cavab olar 96. C variantı. 18. Deməli, silməyək bunun reaksiyanı qalsın. 320 qram kükürün tam yanmasından neçə litr oksigen qazı sərf olunar? Sadə sualda görürsən ki, 32 qram normalda 22,4 litr hidrogenlə reaksiya daxil olur. Oksigenlə üzr istəyirəm. Bəs 320 qram kükürt nə qədər? X. Kənar hədd 10 dəfə artdı, burada 10 dəfə artır. Neçə eləyir? 224. Doğru cavab olacaq D variantı. İndi keçək 19-cu suala. 19-cu sual nə deyir bizə? 16 qram kükürt neçə qram alüminiumla reaksiya daxil olar? Birinci sən bilməlisən alüminiumla kükürtün reaksiyasını, düzdürmü? Alüminium plus S nə alınır burada? Alüminium 2S3. Kükürt 2 valentli, alüminium 3 valentli. Ona görə bu birləşmə alınır. Əmsallara baxsaq, bir dənə bura 2, bir dənə bura 3 qoymağa ehtiyacımız var. Ondan sonra nədir bizə? 16 qram kükürt. Bizdə neçə qram kükürt reaksiya daxil olub? 96 qram. Neçə qram alüminiumla? 54 qram, düzdürmü? İndi bizə 16 qram kükürt deyir. 16 qram deyirsə, buna görə nə qədər sərf olunur? Bu neçə dəfə azar? 6 dəfə. Deməli, 54-ü 6-ya bölün neçə edir? 9. Doğru cavab olacaq 9 qram alüminium. Keçək 20-yə. Nə deyir bizə? Deməli, 80 qram kükürdün fosforla reaksiyası neçə qram P2S5 alınır? Gəlin baxaq, birinci fosfor üstün gəlsin kükürt. Nə alınır burada? P2S5. Deməli, uşaqlar, əmsallara bir dənə baxsaq, bir dənə bura 5, bir dənə bura 2 ehtiyacımız var. Görək indi nə deyir bizə? Görürəm ki, normalda neçə qram kükürt reaksiyası daxil olub? 5 vurulsun 32, yəni 160 qram kükürt reaksiyası daxil olub. Neçə qram, belə deyək, P2S5 alınıb? Bunun kütləsi neçə qramdır? Bir dəqiqə hesablayaq. Bu 160 olsun. Bu neçə olsun? 62, 222, düzdür. 222 qram P2S5 alınıb. 80 qram kükürtdən soruşur. Görək bunu nə qədər alınır? 2 dəfə açalıb eləyir 111 qram. Doğru cavablar C variantı. Keçək indi 21-ci suala. Bu qrafik formunun əsasını uşaqlar yadınızda saxlayın. Bax, buradakı olur kristallik kükürt, buradakı olur plastik. Plastik nə mənadır? Bax, bunları hər iki tərəfdən biz dartsaq, bunlar elastikdən, yəni bir-birindən oynayır, düzdür? Dartdılar belə kiçilər. Biz buradan belə bu məntiqdən bilirik ki, bu plastik kükürtdür, amma bu da belə kristal şəklində olduğu üçün buna deyirik kristallik kükürt. İndi nəsə, indi keçək 21-ci suala. 21-də deyir ki, bir də kristallik kükürtdür, bəli, plastik kükürtdür, xeyr, natrium və kalium adı şərti reaksiya daxil olur, doğrudur. Suda həll olur, xeyr. Suda kükürt həll olmur axı. Doğru cavablar 1 və 3. 1-3 hardadır? D variantında. Keçək indi 22-ci suala. 22-ci sualda bu qrafik formuna malik bəsmadır. Dedim ki, indi, yəni sağdan soldan sən bunu belə dartsan, bu elastik formadır da. Yəni bu plastik kükürtdür. Ona görə kristal kükürdür çıxarsan, plastik kükürdür, doğrudur. 3. Civə və florla adı şərti reaksiya daxil olur, doğrudur. İstilik yaxşı keçirir, xeyr, istiliyi pis keçirir kükürt. Doğru cavab olacaq 2 və 3. A variantı. 23. Karbon və kükürt üçün ümumi olan nədir? Gəlin baxaq. Aqreqat halları, bəli, hər ikisi də uşaqlar. Karbon da bərkdir, kükürt də bərkdir. Doğrudur. Oksigenlə reaksiya daxil olmaları, bəli, karbon da oksigenlə reaksiya daxil olur. Dəm qazı karbon qazı əmələ gəlir. Kükürt də daxil olur, SO2 əmələ gəlir. Düzdürmü?
Hər ikisinə aiddir. Xlorla reaksiya daxil olur. Kükürt xlorla reaksiya daxil olur. Razıyam, amma karbon xlorla reaksiya daxil olmur axı. Ona görə 2-ni, daha doğrusu 3-ü götürə bilərik. Doğru cavab olur 1 və 2. Y variantı. 24. Hansı hallarda kükürt atomunun valent elektronun orbital üzrə paylanması doğrudur? Baxaq uşaq. Birincisini bana necə yazır? Bax bunu. Söhbət bununla gedir. 3s neçə elektron var? 2. 3s2 burada neçədir? 3p4 elektron. Bu doğrudur. Onsuz kükürt bu formada yazır. Deməli, bu doğru ifadədir. İkincisi, İndi ikincisinə bir dənə diqqət yetirək. İkinci şəklə. İkinci şəklə görürsən ki, bax buradakı bir dənə elə bir tək elektron, cüt elektron neyiniyib atıb bax bura görürsən. Deməli olub necə 3s2, 3p neçə qalıb? 3p3, 3d1 düzümü? Bu da normaldır. Həyəcanlanmış halda, yəni doğru ifadədir bu. Amma üçüncüsünə bax. Üçüncüsündə yadında saxla ki, heç vaxt deməli bura boş qalıb, yəni buradakı həyəcanlanıb, buradakı həyəcanlanmaya bilməz. Birinci uşaqlar kim həyəcanlanmalıdır? Yəni sıra-sıra həyəcanlardır, düzdür? Burada görsən S-i həyəcanlandırır, amma P-ni həyəcanlandırır. Belə bir quruluş yoxdur axı bizdə. Ona görə bu səhv ifadədir. 1-2 doğru cavab nə olacaq? Niyə variantı? İndi baxaq 25-ci suala. 25-ci sualda normaldır. 3s2, 3p4-dür dedik. 3s2, 3p4. Bu doğru ifadədir. Bizdən səhv soruşur. 2 də doğrudur uşaqlar. 2 də tam həyəcanlanıb. Görürsən, bax buradakı bir elektron siləyib, birinci atıb, bir dəqiqə, birinci atıb bura, düzdürmü? Ondan sonra bir dəfə də bunu həyəcanlandırıb, buradakı elektron atıb bura. Həyəcanlanması doğrudur. Yəni 3s1, 3p3, 3d2. Biz bilirik ki, kükürt 2 dəfə həyəcanlana bilir. Amma üçüncüsü yenə deyirəm. Bax bura boş qalıb, bura dolu qala bilməz. Aydın oldu. Ona görə üçüncü ifadə səhvdir. Silək bunu. 1, 2 doğrudur. 3 səhv oldu. Yalnız B variantı. 26-ya baxaq. Deməli, hansı ifadə doğru deyil? Gəlin baxaq. Oksigen və kükürt 6-cı qrup elementidir. Doğrudur. Oksigen və kükürdün allotropik şəkilləşimləri var. Doğrudur. Yəni bir oksigende ozondur. Kükürddə də kristal kükürt, plastik kükürt. C variantı, deməli, kükürt bütün birləşimlərdə 2 valentlidir. Bu səhv ifadədir. Hamısında 2 valentli ola bilməz axı uşaqlar. Kükürt 2 də göstərər, 4 də göstərər. Elə bu səhvdir. 6 da göstərər. Deməli, D variantını oxuyaq. Oksigen və kükürdün xarici elektron təbəqəsində 6 elektron var. Doğrudur. Yəni 16 necə yazılır? S16-da düzdür. 2, 8, 6 kimi 6 elektron burada. Oksigen necə yazılır? 2, 6 kimi. Burada da 6, yəni doğru ifadədir. Kükürt bəzi birləşimlərdə -2 oksidaşma dərəcəsi göstərir, bəli. Məsələn, H2S-də, natrium 2S-də 27. Hansı ifadələri kükürdə aid etmək olar? Gəlin baxaq. Deməli, bizə nə deyir? Qatı nitrat turşusu reaksiya daxil olmur. Xeyr, daxil olur. Axı çox gözəldə reaksiya daxil olub. Sulfat turşusu NO2 plus su ayırır. Deməli, bu ifadə səhv ifadə. Tibdə tətbiq olunur. Bəli, bayaq dedik. Təbiətdə yalnız birləşmələr şəklində tapılır. Xeyr, birləşmələr şəklində yox, həm də sərbəst şəklində tapılır. Deməli, doğru cavab olur yalnız 2B variantı. 28. Hansı ifadələri kükürdə aid etmək olar? Gəlin baxaq. Fosforla reaksiya daxil olmur. Bu səhvdir. Daxil olur. Bayaq yazıq. P2S5 alınır. Kibrit istehsalında tətbiq olunur. Doğrudur. İstilik pis keçirir. Doğrudur. 2 və 3 hardadır? A variantında. Keçək indi 29-a. Deməli, kükürt plus qatı nitrat turşusu. Alınan maddələr bayaq dedim. H2SO4, NO2 plus su. H2SO4, NO2 plus su. A variantda öz əksini tapır. 30. Hansı reaksiya getmir? Deməli, kükürtlə qatı nitrat turşusu indi dedim ki, sulfat NO2 su verir. Fosforla reaksiya daxil olur. P2S5 əmələ gəlir. Alüminiumla reaksiya daxil olur. Bayaq yazdım. Reaksiyasının kükürt fosforla daha doğrusu fosfor deyirəm, florla adi şərtdə reaksiya daxil olub S-flor 6 əmələ gətirir, amma kükürt yolla reaksiya daxil olmur. Ona görə səhv ifadə olur Y variantı. 31. Hansı reaksiya gedir? Hansı reaksiya gedir? Baxın uşaqlar. Helium verib C variantında. Ümumiyyətlə helium təsir qazıdır. Təsir qazlar birləşmə reaksiyası daxil, ümumiyyətlə reaksiya daxil olmurlar. Qızıldır, qızıl da reaksiya daxil olmur. Civəd uşaqlar, civəd işarəti deyir kükürddən reaksiya daxil olur. Kinovar əmələ gətirir, bilirik. D variantında yoddan reaksiya daxil olmur, platinlə reaksiya daxil olmur. Doğru cavab olur B variantı. 32. Kristallik kükürt üçün hansı ifadə doğrudur? Gəlin baxaq.
A variantı nədir bizə? İstilik və elektrik cərəyanını yaxşı keçirir. Bu tamamilə səhv ifadədir axı. Dedik ki, nə istilik, nə elektrik cərəyanı keçirir. Bu səhv ifadədir. B. Atom tipli kristal qəfəsə malikdir. Xeyr. Bayaq dedik ki, molekulyar kristal qəfəsinə malikdir. C variantı molekulyar quruluşa malikdir. Doğru deyil. İndi dedik. 33. Hansı maddə hidrogen, xlor və oksigen reaksiyasına daxil olur? Natrium OH məsələn hidrogen reaksiyasına daxil olmur. Alüminium hidrogenlə reaksiyasına daxil olmur. Karbon hidrogenlə oksigen reaksiyasına daxil olmur. Xlordan. Amma D variantı hər üçündən hidrogen girir H2S, xlor girir bina birləşmə S2, xlor 2, oksigenlə SO2 əmələ gətirir. Doğru cavab olur D variantı 34. Deməli, kükürt plus natrium OH temperaturdan verib. Deməli, burada nə alınır uşaqlar? Bu sanki bir şey nəyə oxşuyur? Bu xlordan natrium OH-ın reaksiyası var deyə. Kalium xlor O3 plus su verir. Bu da eyni bir mexanizm üzrə gedir. Yəni S plus natrium OH nə verir? Alınır natrium 2SO3 plus natrium 2S plus H. Yəni bir dənə oksigen duz alınır, bir dənə də oksigensiz duz. Deməli, oksigenli turşunun duzu olur natrium 2SO3. Deməli, oksigen turşunun duzu olur natrium 2S. Hardadır? Elə C variantı. 35. Hansı sıradakı hər iki maddə ilə reaksiya daxil olduqda kükürt oksidləşir? Gəlin baxaq. Oksidləşir nə deməkdir uşaqlar? Oksidləşir o demək, yəni reduksiya edici olur, düzdürmü? İndi sən bilməlisən ki, metallardan birləşəndə kükürt mənfi oksidləşmə dərəcəsi göstərir. Düzdür? Mənfidirsə avtomatik bunun oksidləşmə dərəcəsi azalır axı. Deməli, burada oksidləşdirici olur kükürt. Nə demək istəyirəm? İndi deyirəm, bax. A variantı metal verib, düzdür? Tutalım deyirəm, kalsium üstünə S gəldim. Nə alınır burada? Kalsium S. Burada kükürt 0 idi. Burada gəlib mənfi 2-yə, düzdürmü? Burada artıq görürsən 0-dan mənfi 2-yə gəlib, azalma baş verib. Yəni oksidləşdirici olub. Bu o deməkdir ki, bütün metallardan birləşəndə metal mənfi olmur ki, müsbət olur. Həmişə düzdür? Alüminium olsun, kalsium, natrium, hər bir metal müsbət olan görə burada istənilən bir metallı birləşməsində kükürt oksidləşdirici olacaq. Yəni reduksiya olunacaq. Ona görə A gedər, D gedər. Yerdən eniş BC qalsın. İndi uşaqlar B-yə baxaq. B-də məsələn üçün sən bilirsən ki, hidrogenlə S reaksiya daxil olanda H2S əmələ gəlir, düzdürmü? Hidrogen müsbət 1, kükürt mənfi 2. Burada 0-dır. Yenə burada 0-dan mənfi 2 gəldi. Azalma baş verdi. Azaldısa oksidləşdirici olur. Yəni reduksiya olunmuş olur. Bizə lazımdır reduksiya edici olsun. Çünki burada oksidləşir demək nədir? Yəni reduksiya edici olsun da o mənada gəlir. Deməli B variantda çıxar. Hidrogen burada olduğu üçün D variantda çıxar. Amma C variantında bir dənə yazaq. Flor 2 plus S. Burada nə alınır? S flor 6. Doğrudan da burada kükürt müsbət 6-dır. Burada 0. Düzdürmü? 0-dan müsbət 6-ya gəlmək artım deməkdir. Artıbsa reduksiyacı, yəni oksidləşib. Deməli, nitrat turşusuna baxaq. Deməli, S plus HNO3. Kükürt burada 0-dan nəyə gəlir? Burada alınır H2SO4, düzdürmü? Burada müsbət 6 gəlir. 0-dan müsbət 6 gəlmək nə deməkdir? Artım deməkdir. Yəni artıbsa reduksiyacı olub, yəni oksidləşib. Doğru cavab olacaq C variantı. Keçək 36. Hansı maddələr kükürtlə müəyyən şəraitdə reaksiya daxil olur? Müəyyən şərait nə deməkdir uşaqlar? Yəni müəyyən bir temperatur nəticəsində bu kükürt reaksiya daxil olur bu maddələrdən. Gəl baxaq. A variantında məsələn üçün yod var, bu getdi. B variantında su var, məsələn üçün bu da getdi. Nə bilim, kalsium xlor bu getdi. C variantında su var, Y variantında kükürt var, yod var, amma Y variantına bax uşaqlar, D variantında daha doğrusu flor alüminium, burada yod çıxır. Y variantı hidrogenlə, oksigenlə, kalsiumla, bəli, hamısına reaksiya daxil olur temperatur nəticəsində. 37. Deməli, natrium NO3 qatısı xlor ilə qarşı təsirdə olan maddəni göstərir. Bu getdi, neon getdi. Oksigen getdi, məsələn, xlordan reaksiya daxil olur. Azot getdi, amma D getdi, amma Y-yə bax, kükürt hər biri ilə reaksiya daxil olur. Qatı sulfatdan yazıq H2SO4, NO2 su verir, natriumdan natrium sulfit verir, xlordan binar birləşmə S2 xlor əmələ gətirir. Ona görə Y variantı olur. Kükürt və daha doğrusu 38 kükürt və oksigen üçün ümumi olan nədir? Gəlin baxaq. Deməli, bizə nə deyir? Nitrat turşuya qarşı təsirdə olur. Bəli, dedik sulfat NO2 plus su əmələ gətirir. Nəzəriyyədir. Xlorla qarşı təsirdə olur. Bəli, S2 xlor 2 binar birləşmə əmələ gətirir. Təbiətdə sərbəst şəkildə yayılıb səhvdir. Birləşmə şəklində də tapılır. Məsələn, pirit formasında 39 kükürt və oksigen üçün ümumi olanı soruşur bizdən. Deməli, qatı sulfat turşuya reaksiya daxil olur. Uşaqlar, kükürt qatı sulfatdan reaksiya daxil olur. Razıyam, amma oksigen reaksiya daxil olmur. Axı, ona görə bu ümumi deyil. B variantı mis ilə reaksiya daxil olmaları, bəli,
Misdən kükürt misdən reaksiya daxil olur. Bu da oksigen reaksiya daxil olur. Bu hər ikisinə aiddir. B variantı. Aqreqat halı kükürt bərk haldadır, oksigen qazandı. Bu getdi. Xlorla reaksiya daxil olmalı. Oksigen reaksiya daxil olmur, kükürt reaksiya daxil olur. Bu da müxtəlifdir. D variantı qatı sulfat turşuda daxil olmaları xeyr. Bu da eynidir. 40. Hansı reaksiya məhsullarında kükürt oksigen dərəcəsi maksimaldır? Kükürt maksimal neçə olur? Müsbət 6. Minimal neçə olur? Mənfi 2. Bizə lazımdır maksimal müsbət 6 olsun. Birinci reaksiya alınır natrium 2S. Sən bilməlisən ki, sulfitlərdə kükürt mənfi kök çəkmə dərəcəsi göstərir. Burada alınır, tutaq ki, deyirəm, burada fosfordan P2 S5 alınır. P2 S5 burada kükürt dedik ki, sulfitlərdə mənfi 2 göstərir. Deməli, 3-ə baxaq. Burada alınır S fluor 6-nı burada yazaq. Bax, bu reaksiyada S fluor 6 alınır. Burada deməli, fluor mənfi 1-dir. Onda bura kükürt olur müsbət 6. Yəni maksimal oksigen dərəcəsini göstərdi. Burada nə alınır? SO2 alınır. SO2-də kükürt neçədir? Müsbət 4-də. Təbii ki, mənfi 2 vurdun, elədi müsbət 4. Yəni maksimal harda oldu? Yalnız 3-də. A variantı. 41 bizə lazımdır. 41-də müsbət 4 oksigen dərəcəsi göstərsin. Müsbət 1-də burada nə alınır? Natrium 2S. Dedim sulfitlərdə mənfi 2 göstərir. Bu getdi. H2S bu da sulfitdir. Burada da mənfi 2-dir. SO2. SO2-də indi dedim ki, kükürt neçə olur? Müsbət 4. Amma Y variantı ferriumS alınır. FerriumSdə də nə dedik? Mənfi 2 olur. Doğru cavab olur yalnız 3. D variantı. Keçək 42-ci suala. 42-ci sualda nədir? Alotropik şəkilləşməsi var. Çalışdım deməli. Metallarla birləşmələrdə 2 valentli olur. Həm sərbəst, həm birləşmələr şəklində tapılır. Bu 100% sən bilməlisən, bu kükürtdür. Kükürt. Deməli, ikincisində şəkil dəyişməsi var. Metallarla 3 valentli olur. Yalnız birləşmə şəklində tapılır. Bu da uşaqlar azot olardı. Məsələn, metal bir dənə götürəm, kalsium. Kalsiumla birləşəndə azot nə olur? Kalsium 3N2. Yəni burada kalsium 2 valentli olur, azot 3 valentli olur. Yəni birləşmələrdə 3 valentli göstərir. Yalnız birləşmə şəklində tapılır. Bəli. Şəkil dəyişməsi var. Şəkil dəyişməsi burada var deyirsə, burada ki, biraz söhbət fərqli olur. Burada fosfor olur ki. Heç onu oxumadım. Fosfor olur. Yəni eyni birləşmə olur, sadəcə fosfor olur burada varsa. Çünki azotun şəkilləşməsi yoxdur. Axı doğru cavab olacaq kükürt və fosfor. D variantı. Keçək indi 43-ə. Deməli, alotropik şəkilləşməsi var. Bəli, var. Həm metallar 2 valentli göstərir. Bir də təbiətdə həm sərbəst, həm birləşmə. Bunu dedik ki, kükürtdür bu. Deməli, der şəkilləşməsi yoxdur. 3 valentli göstərir. İndi bayaq dedim ki, yoxdursa azotdur, varsa fosfordur. Kükürt, bir də azot. Hardadır? Kükürt, azot. D variantı 44. Hansı reaksiyada reaksiya tənində X maddəsi kükürtdür? Maraqlı sualdır. Gəlin baxaq. Birincisində elə A variantı olur. Burada S-də təbii ki. Doğru cavab nə qalır ki burada? Demək 45. X elementin alotropik şəkilləşməsi var. Metallarla birləşmələrdə 2 valentli göstərir. Fosforun alotropik şəkilləşməsi var, amma bayaq dedik ki, 3 valentli göstərir. Xlorun yoxdur, azotun yoxdur, karbonun var, amma 2 valentli göstərmir. B variantı olur. 46. Şəkilləşməsi var. Ən böyük və ən kiçik oksigen dərəcəsi cəmi müsbət 4-dür. Gəl fosfora baxaq. Fosfor 5-ci qrupdur. Maksimum müsbət 5-dir, minimum mənfi 3. Düzdür. Bunların cəmi neçədir? Müsbət 2. Deməli, bu ola bilməz. Getdi. Silisium 4-cü qrupdur. Maksimum müsbət 4, minimum mənfi 4. Topladan 0. C variantına bax. Kükürt müsbət 6 maksimum, düzdürmü? Minimum neçə olur? Mənfi 2. Bunların cəmi neçədir? Müsbət 4. Doğru cavab olur C variantı. Keçək 47-ci suala. Nə deyir bizə? Hidrogen və oksigen verib, kütlələrin A verib, A verib. Yəni, bərabər miqdarda kütlə verib, reaksiya daxil olan kükürdün mol miqdarını soruşur. Qarışıqda 17 mol qaz olarsa, uşaqlar, kütlə bərabər, düzdürmü? Oksigenin öz kütləsi neçə qramdır? 32. Hidrogen neçədir? 2. Bunları bərabərləşdirmək üçün mən neçəyə vurmalıyam? Bunun 16-ya vurmalıyam, düzdür? Bu da 1 mol olaraq qalmalıdır. Yəni, bunlar sizlər çalışmayasınız. Demək, 16 mol tapdım hidrogen, çünki bizə kütlə bərabər deyib də. Oksijeni tapdım 1 mol. Doğrudan da bunların cəmi neçədir? 17 mol. Bu şərtim ödəndi. İndi bizə nədir?
reaksiya daxil olan kükürdü molsa, birinci hidrogen plus kükürt reaksiyasını yazıram. Burada alınır H2H. Sən görürsən ki, 1 moldan 1 mol kükürt reaksiyası daxil olur. İndi 16 mol hidrogen var axı. 16 mol nə qədər reaksiya daxil olur? Elə 16 mol. Всё. Bunu tapdın 16. Yəni M1-i tapdın 16. Ondan sonra keçək oksigenlə kükürt S plus O2. Buradan alınır SO2. Düzdür? Bu da 1 mola, 1 molun nisbətinə girir. Əgər oksigen 1 mol reaksiya daxil olubsa, onda 1 molda kükürt reaksiya daxil olar. Yəni N2 nə tapdım? 1. 16 bölünsün 1 nisbəti olacaq C variantı ilə 16. Keçək 48. Deməli, nə verib? Yandırılan maddə kükürt verib singes, bir də verib fermesgi. Kütlələr bərabərdir, yaxşı. Tam yanmasına alınan SO2 mol miqdarını verib 2. Reaksiya praktik uşaqdır. Bunun ən asan qaydasını izah edirəm. Baxın. Deməli, birinci sən S-i yandırırsan, oksigen nə alınır burada? SO2, düzdürmü? Singesi də yandırsan, buradan alınır. Burada bir dənə SO kükürt varsa, 1 mol SO2 alınır. Feryum S2-ni yandırsaq, piriti. Burada 2 dənə kükürt olduğu üçün deməli burada 2 mol SO2 alınacaq. Всё. Bu qədər sadə. İndi bizə nə deyir? Bizə deyir ki, kütlələr bərabərdir, düzdürmü? Normalda uşaqlar, görək bunun kütləsi neçə qramdır? 32 qram kükürtdür. 65, o da sink, 65-dir kükürt, 32, 97 qram. Bu da 120 qram. Düzdür? Kütlələr fərqlidir axı ki, biz bunu bərabərləşdirək. Bunu bərabərləşdirmək üçün mən təqribi neçəyə vurmalıyam kükürdü? 4-ə, düzdürmü? Təqribi deyirəm. Singes neçəyə vurmalıyam? Təqribən deyirəm 1,125-ə. Bax, təqribən deyirəm. Bunu da elə 1-ə vurmalıyam, düzdürmü? İndi burada nə qədər kükürt alınır? 4 mol kükürt burada alınır. Deməli 1,125 burada, 1 mol burada. Daha doğrusu 2 mol burada, çünki 2-dir axı burada. Deməli tapdıq uşaqlar. İndi bizə deyir tam yanmasında alınan SO2 mol miqdarı bərabərdir. Ha uşaqlar, götür bunu məsələn atıram deyirəm 2 qoy bura. Hamısını 2 götürsən, bərabərcə birini 2 götürsən, hamısını 2 götürməsən. Tutaq ki 2 mol SO2 alınıb, düzdürmü? Yananda. İndi bizə deyir ki, praktiki çıxım hesablayın. Normalda 4 mol alınırdı, düzdür, kükürt yananda. Amma burada 2 mol ayrılıb, düzdür. Necə olacaq? 2 bölünsün 4 vurulsun 100. Neçə edir? 50%. Deməli, bu getdi. Ondan sonra keçirəm, deməli, singesə. Görürəm ki, normalda 4 mol, daha doğrusu 1,125 mol oksigen ayrılıb, SO2 ayrılıb, düzdür. Amma 2 mol idi axı. Necə olacaq? 2 bölünsün 1,25 vurulsun 100. İndi bu təqribən neçə edir? Bir də hesablayaq. Deməli, bir dəqiqə. Deməli, 2 bölünsün 1,125 təqribən edir 160%. Bu edir 160%. Ondan sonra keçək deməli piritə. Piritdə sən görürsən ki, deməli 2 mol onsuz kükürt ayrılıb. Razısan, düzdür? 2 molda burada ayrılıb bax. Yəni 2-ni bölsən 2-yə çıxımı neçə edir? 100%. İndi burada ən çox faiz hansında oldu? Burada B-də. Ondan sonra kimdə oldu? C-də. Ondan sonra A-da. Yəni olacaq B böyükdür C-dən. O da böyükdür A-dan. Bu qədər sadə. Keçək indi doğru cavab hardadır? B, C, A. D variantı. 49-a baxaq. 49-a nə deyir bizə? Kükürt üçün hansı ifadə doğrudur? Alotropik şəkilləşməsi var. Doğrudur. Plastik kristallik. Yolla reaksiyaya daxil olur. Bu səhvdir. Yerləşdiyi qrupun nömrəsinə uyğun variantlik göstərir. Bəli, 6-cı qrupdur. Birləşmələrdə 6 variantlik göstərir. Suda həll olunmur. Doğru ifadədir. Təbiətdə yalnız birləşmə şəklində tapılır. Səhvdir. Dedik ki, həm birləşmə, həm sərbəst şəkildə tapılır. 50-ci suala baxaq. Doğru ifadəni soruşur. Kükürt verib. Yod ilə qızdıranı reaksiya daxil olur, səhvdir. Ümumiyyətlə reaksiya daxil olmur, nə adi, nə qızdıranda. Karbon disulfitdə yaxşı həll olur, doğrudur. İstiliyi pis keçirir, doğrudur. Rəngsizdir, səhvdir, sahə rəngsli birləşmədir. Maddə daha doğrusu 2, 4. 51. Nədir bizə? Əsas yarım qrup elementi X verib, tam həyəcanlanmış halda 3D yarım səviyyəsində 2 elektron var. Maraqlıdır. Deməli, uşaqlar, 2 elektron varsa 3D, artıq bu şagird bilməlidir ki, söhbət kükürddən gedir. Onda bunun P-si neçə olub? P-si olub 3. Düzdür. S-i neçə olub? 3S olub 1. Yəni burada məlumdur, bu kükürddür. Ümumiyyətlə D yarım səviyyəsində 2 elektron olan kükürdür orada. Tam həyəcanlanmış əgər. Burada tam həyəcanlanmış halda deyir. Deməli,
Kükürt uşaqlar, elementimiz olur kükürt bu formada. Deməli, kükürdün üstünə oksigen gələndə burada alınır SO2. Y tapdıq SO2. Z nə olur? SO2 plus oksigen olur SO3. Всё. Bunun da üstünə su gəlib sulfat turşusu alınıb. Deməli, deyir ki, hansı ifadə doğrudur? X atom normal halda 4 dənə tək elektronu var. Gəl baxaq uşaqlar. 3s kükürt normal tapmışıq. Kükürtdə da X elementi kükürtdür. Kükürt normalda olur 3s2, 3p 4-ünü həyəcanlanıb bu aladır ki, bu heç. İndi burada baxaq. 2 dənə burada cüt elektron, P-də 4 dənə elektron var. Birinci tək-tək düzülür bu formada. Yerdə qalan bir elektron da burada qoyulur. Görürəm ki, 4 dənə yox, 2 dənə tək elektron var. Deməli, bu səhvdir. Normal şəraitdə Y qaz alınır. Bəli, Y SO2-dirsə, bu qaz alınır. Z molekulunda 3 dənə atom var. Z SO3-dür. SO3-də neçə atom var? 4 atom var da, düzdür? Bu da səhvdir. X atomun valent elektronu 6-dır. Bəli, X-i mən nə tapdım uşaqlar? Kükürt, düzdürmü? Kükürt bu formada yazılır. Enerjilik səviyyə bölsəm 2, 8, 6 kimi yaza bilərəm də bunu. Xarici elektron təbəqəsindəki elektron həm qrupu, həm də valent elektronunu göstərir uşaqlar. Deməli, bu da doğrudur. X elementinin alotropik şəkilləşmələri mövcuddur. Bəli. Kristallik kükürt, plastik kükürt. Doğru cavabı olur 2, 4, 5. Keçək 52-ci suala. 52-ci sualda deməli X maddəsi üçün hansı ifadə doğrudur? Görürəm ki, burada Y qanundur, burada da Y üstünə gəlib. Uşaqlar, bu ümumiyyətlə burada reaksiya bilməlisiniz. Burada X-in yerinə H2 qoysam mən, H2 oksigen reaksiyası daxil olur. Burada mənə gəlir SO2. H2-in üstünə də SO2 gəlsən, burada alınır kükürt plus H2O. Deməli, X maddəsi üçün hansı ifadə doğrudur? X maddəsinin H2-si tapdım. Bunun kütləsi neçə qramdır? 34 qram. Hidrogen görə sıxlıq deyirsə 2-yə bölürəm. Edir neçə? 17. Deməli, bu ifadə doğrudur. İyisiz qazdır. Xeyr. H2 lax yumurtayı iyi verən qazdır. Bu səhv ifadədir. Misin deməli qatı sulfat turşusu reaksiyasından alınır. Xeyr uşaqlar, H2 alınıbsa bu qələvi və qələvi torpaq metalının reaksiyasından alınıb. Yəni mis pasiv metal sulfatla reaksiya daxil olanda başqa bir maddə alınır, SO2 alınır. Amma məsələn natrium olsaydı, natrium bəli H2SO4-dən girəndə qaçısına alınırdı. Natrium 2SO4 H2 plus H2O. Demək, suda məhlul turşudur, bəli, sulfit turşusudur. Bu səhv ifadə oldu. Doğru cavab olur 1 və 4. Keçək indi 53-cü suala. Bizə nədir? Kristallik kükürdün molekulunda sayca 50% bu verib, izotoplar verib. Kükürt molekulunda neçə cəmi neçə neutron var? Kristallik kükürt sən bilməlisən ki, S8-dir, düzdür? İndi deyək ki, bu S8-in 50%-i normal, yəni 32-16-dır. Yazırsan ki, 8-in 50% neçə edir? Edir 4, düzdür? Yəni burada 4 dənə bundan var. 32-16. Düzdür? İndi bizə deyir 25%-i 33-16 izotopdur. İndi 8-in də 25%-i neçə edir? 8-in 25%, yəni 4-də 1 neçə edir? 2. Düzdürmü? Onda 2 dənə də nə var burada? 33-16. Bu belə. İndi uşaqlar onu hesablamağa dəymir. Obşi 8 idi. Bunun 6-sını yazmışıq burada. 2-si qalıbdı. Onsuz 2 dənə də nə qalıb? S34, 16. Yəni belə başa düşmədinsə 8 dənə idi. 25%-də 34, 16-dırsa yenə 8-in 4-də 1 2 edir onsuz. İndi bizə deyir neytronu soruşur. İndi bax burada normalda neçə neytron var? 32 çıxısın 16 neçə edir? 16 neytron, düzdür? 4-dən nə daxil? 4-dən neçə olur? 64. Bunu yazıq bura. Bir dəqiqə. Ondan sonra keçirəm ikincisinə. Burada neçə neytron var? 33-dür atom kütləsi. 16-dan çıxdım proton. Neçə elədi? 17. İndi 2-də nə daxil? 2-yə vurdu. Neçə elədi? 34. Burada hesablayaq. Burada 34-dən 16-dan çıx 18. 2 dənə olduğu üçün 2-yə vurursan. Bu da edir 36. Deməli 36 plus 34 neçə edir? 70 edir. Üstünə 64 gəlsən 70 plus 64 edir 134. Doğru cavab olur 134. Keçək indi 54-cü sual. Bu da eyni sualdır. Kristallik kükürt veribsə yazırsan S8. Deyir bunun 50% sayca molekul sayca 25%-i 32-16 olan kükürtdür. 8-in 50%, yəni 2-də 1 neçə edir? 4 edir. Yəni 4 25% deyir, üzr istəyirəm, 4-də 1 edir onda. 4-də 1 edir 2. Olur 2 dənə S32 16. Düzdürmü? İndi yerdə nə qalır? Deyir ki 50%-i 33 16-dır. İndi 8-in də 50% neçə? Yəni 2-də 1 edir 4. Yəni 4 dənə də
33, 16-dan var burada. Diğerdə neçəsi qalır? İkisi qalır da. Yəni 25%-ni çıxardanda ikisi qalır. 2 dənə də burada. Bir dəqiqə. Deməli 2 dənə də nə qalır burada? S34 nə qalır? 16. Yəni bunların cəmi 8 eləməlidir bunu. Deməli indi hesablayaq. Neytron soruşur yenə. Burada neçə neytron var? Çıxdın 32, 16, 16. Vurdun 2-yə neçələrdir? 32. Burada hesabla 33 çıxılsın 16 neçə edir? 17. Vurdun 4-ə 17 vurulsun 4 edir 68. Burada 34-də 16-sını çıxdın neçə edir? 18. Vurdun 2-yə 36. Düzmü? İndi burada baxaq hesablayaq neçə edir? Bununla bunun cəmi neçə edir? 68. Üstünə gəlsin 68. 136. Doğru cavabdır 136. Keçək indi 55. Nədir belə? Sabit valentli X metal verib, 1 mol metal verib. Oksid əmələ gəlməsi üçün birləşdirdiyi oksigen atomu sayını verir, molun verib 125 mol. Yəni 125 mol nə verib oksigen atomu? Bax diqqətlə qulaq as. Burada nədir bizə indi? Sulfid əmələ gəlməsi üçün birləşdirdiyi kükürdün mol sayını soruşur. Görək bu neçə atom edir uşaqlar? Bax buradakı atom eləyəndə elir 10-5 mol oksigen atomu, düzdürmü? Devam fərz elə ki, bax X O birləşməsidir. Burada 10-5-dir. Bilmirsən neçə valentlidir X. Düzdür? Ay uşaqlar, burada sən bilirsən ki, burada oksigen neçədir? Oksigen mərkəzi -2. 10-5-i -2-yə vuranda neçə edir? -1, düzdürmü? Əgər bu -1-sə, sən bilirsən oksigenləşmə dərəcələrin cəmi neçə olur? 0 olur da. Onda X nədir? -1. Hə, -1 isə bu nə olur? 1 valentli metal. Deməli, X olur 1 valentli metal, oksigen də 2 valentli elementdə. Bilirsiniz, birləşməniz olur X2O. İndi kükürddən reaksiyasını soruşur. X üstə gəlsin S, buradan alınır X2S. Çünki bu 1 valentlidir, bu 2 valentli, düzdür? İndi nəyin soruşur bizdən? Bir dənə bura əmsal qoyaq. Bizdən soruşur birləşdirir kükürdün mol sayını. Görürsən ki, normalda 2 mol metala 1 mol kükürd sərf olunur. Düzdür? Bizə 1 mol metal verir. Bax, burada qələm söndü. 1 mol metal verir. Bax, onda 1-ə nə qədər olar? Eləyər 10-5. Doğru cavablar 10-5. Yenə bax, bu sualda həmin üsuldan həll edirik 56-nı. Deməli, %75 mol oksigen verib. %75 mol oksigen neçə atom deməkdir? 1,5. Yəni 2-ni vurub %75-ə 1,5 mol oksigen atomu, düzdürmü? Yazsın bura X, bu da oksigen atomu 1,5. Sən bilirsən ki, oksigen burada neçədir? -2, düzdür? Oksigen mərkəzi. Onda bu 1,5-i -2-yə vuranda neçə eləyəcək? -3. Əgər bura -3-sə, dedim cəbri 0 olmalıdır axı. Bilirsən kimya rapiti dərsindən. Onda burada -3 olmalı. Deməli, burada X -3-sə, deməli, plusda metaldırsa, deməli, bu ilə alüminium olar da. 3 valentli sabit valentli metal. Deməli, bu tapdıq alüminiumdur. Yəni, X plus kükürdün reaksiyasını soruşur. Plus S buradan alınır. X2 S3. Çünki bu 3 valentlidir. Kükürddə 2 valentli 6-cı qrup olsun. Bu birləşməməyə gəlir. Əmsallara baxsaq, bura 3 düşür. Yazırsan ki, 2 mol metala nə qədər sərf olunur? Kükürd 3 mol. Sənə verib 1 mol metal 1-ə nə qədər sərf olunur? X. X edir 1,5. Bu qədər sadə. Demək, keçək indi bir dəqiqə baxaq. 57-ci sual. Gəl baxaq. Demək, kalium OH verib. Deyək ki, bunu kükürd olan qaba əlavə elədik. Yaxşı. Sən birinci kalium OH-dan kükürdün reaksiyasını bilməlisən. Bax, nə dedim? Bu sanki xlordan reaksiyası var idi ya. Qələvlərin. Buradan alınır kalium 2 SO3. Burada necə xlor qoyurduq yerinə. Buradan alınır kalium 2S plus H2. İndi əmsallara bir dənə baxsaq, əmsallara. Deməli, bura bir dənə 6 qoysaq, bura bir dənə 3 qoysaq, natrium 2, kalium 2-sə bir dənə 2 atsaq, 3 molda suya qalır. Bu formada yazıq əmsallar. İndi qrafika baxaq. Görürəm ki, bax, burada 1,5 mol nə sərf olunub? Bax, görürsən, bu xət kükürd sərf olunub. Yazırsan. Normalda görürsən 3 mol kükürd reaksiya daxil olanda nə qədər kalium OH reaksiya daxil olur? 6 mol. Bu qrafika əsasən 1,5 mol kükürd reaksiya daxil olur. 1,5 mol kükürdə nə qədər olar? 3 mol. Düzdür?
Tapdın 3 mol kalium OH. Ha uşaqlar, görürsən burada, bir dəqiqə bunu silək. Görürsən burada 1 molda kalium OH qalıb. Düzdür? Bax görürsən sərf olunub müəyyən bir miqdarda. 1 molu qalıb. Biz sərf olunanı neçə tapdıq? 3 tapdıq. 1 molda qabda qalıbsa əvvəl neçə olub? 4 mol olub da, düzdür? Yəni 4-ün 3-ü sərf olunub, biri də burada qalıb. Doğru cavab olur 4. Deməli 58 nə deyir bizə? Reaksiya məhsulunda kükürdün oksidaşma dərəcəsi. Kükürdlə reaksiya daxil olan maddə, məsələn üçün verib oksigen. Kükürd plus oksigen nə alınır burada? SO2. Burada kükürd neçədir? Müsbətdir. Deməli bura gedir A. Deməli dəmir plus S buradan alınır. Ferrium S, düzdürmü? Burada neçədir? -2 dedim. Bayaq dedik. Bura gedir B variantı. Bu formada həll olunur. Keçək indi tutaq ki natriumdan. Natrium plus S buradan alınır. Natrium 2 S. Burada -2'dir. Всё. Sulfitlərdə -2 ümumiyyətlə. Deməli C də bura gedir. Flordan deməli S plus flor 2. Buradan alınır S flor 6. Flor -1. Bu da eləyir yəni 6 vurulsun. -1 neçə? -6. Əksi müsbət 6. D variantı bura gedir. Sulfat turşusuna reaksiya daxil olanda deməli burada neçə olur? Sulfat turşusuna reaksiya daxil olanda 58-də. Ümumiyyətlə Y olacaq, Y olacaq. A variantına aid olar onda. Üzr istəyirəm, B variantına aid olur, müsbət 4. Burada alınır SO2-dən, müsbət 4. Bəli. Kopiyan reaksiyasını deyəcək. S plus H2SO4. Burada alınır SO2 plus H2O. Yəni burada neçə olur? Müsbət 4 olur SO2-də. SO2-də müsbət 4. Bəli, ona görə Y bura gedəcək. Bu formada. Keçək indi 59-a. Yenə bu da həmin sualdır. Yəni dəmirin üstündə nə alındı? Burada dəmir S, düzdür? -2 getdi bura. Burada nə alınır? SO2. Burada neçədir? Müsbət 4. Qoydum bura. B variantı. Burada alınır karbon disulfit alınır. Karbon S2. Burada neçədir? Müsbət 4. Karbonda ya bir dəqiqə yazaq. Karbon S2. Bu -2-dir. -2-ni -2-yə 2-yə vurdu. Neçədir? -4 əksi müsbət 4. Bu formada. Deməli nitratdan bayaq yazdıq. Nə alınır? SO2 alınır burada. SO2 alınır reaksiya daxil olanda müsbət 4-dür. Sulfatdan da alınır SO2 o da müsbət 4-dür. 60. Deməli A variantında H plus O2 verir. Burada alınır SO2. Sıfırdan neçə gəlib? Müsbət 4-də. Bu formada yəni həll olunur, asandır. H2S plus O2 buradan alınır uşaqlar. SO2 plus su, düzdür. Yəni burada kükürt -2-dir, burada müsbət 4. 0 -2-də müsbət 4-də gəlib də burada. Deməli bura tutaq ki gedir B variantı. Yəni bu formada həll olunur. C variantında nə verib? Plus HNO3. Burada alınır SO2. Burada sıfırdan neçə gəlib? SO2-də müsbət 4-də. Sıfırdan müsbət 4-də. Bu formada Syngas plus O2. Nə alınır burada? Singoksid plus SO2, düzdür. Burada -2-dən neçə gəlib? Müsbət 4-də. S plus H2 SO4. Buradan alınır sıfırdan SO2 gəlib də, yəni müsbət 4-də bu formada uşaqlar.